Okey. Dərsimizə başlayaq. Həmişə kimi bir dənə folderimiz yaradaq. JS5. Həqiqətən çox sevəcəyiniz bir dərsdir və bütün proqramlaşma dillərində bu mövzu var. Bütün. Deməli, index HTML, main, JS. Mənim də həqiqətən belə deyək də başa öyrətməkdən və başa salmaqdan zövq aldığım bir mövzulardan biridir. Skriptimizi yazaq. Source və main.js. Şey buradaydı. Hüseyin, İlham, Nihat. Nihat burada İlham. Bəli, mən buradayım. Ha, okey. Yox, bir dənə uğur yoxdur da, eyb yox. Tak. Nədən başlayırıq? Ümumiyyətlə uşaqlar, mövzularımız biraz yaxınlaşdırım. Dövr. Hansı ki biz buna ingiliscə loop deyirik. Loop döngü deməkdir. Loops döngülərdir o mənasında. Burada for, while, do, while, ya ümumiyyətlə break nədir, continue nədir biləcəyik. Birinci mövzu olaraq for yazılıb. Amma bir proqramist kimi, backend kimi, həmçinin bir müəllim kimi heç vaxt for-u birinci başa salmıram. Çünki birinci məncə while-ı başa düşsəz, for-u başa düşmək belə deyək də, oyuncaqdır. Ona görə həmişə mən döngülərə while-dan başlayıram öyrətməyə. Ümumiyyətlə bax bura yazılanlar for-dur, while-dur, do while-dur. Hamısı nə üçündür? Dövr üçündür ümumiyyətlə. Dövrə alqoritmləri yadınızdadır? Bəli. Ay sağ ol. Bax indi gəldik həmən temanın kod tərəfinə. Hansı ki yaxşı dövrə alqoritmləri nəyə görə istifadə edirik? Mən bu şey demir. Dəlilir də. Mən demir, var idi, işləyirdi. 1-dən 18-ə qədər, 18-ə çatana qədər dövr eləyirdi. Ay sağ ol. Ay sağ ol. Yəni bir əməliyyatı bir dəfə Təkrarlamaq. təkrarlamaq üçün istifadə edirik. Buna deyirik dövrə alqoritmlər. Bunun da biz proqramlaşdırmada qarşılığı müxtəlif tür sintakslər var. Biz ümumiyyətlə proqramlaşdırmada döngülərə və ya dövrlərə loop deyirik. Yaxşı uşaqlar, bu sözü görsəz bilin, loop. Məsələn, biz bu gün öyrənəcəyik while loop, yəni while döngüsü. Sonra öyrənəcəyik for loop, for döngüsü. Sonra öyrənəcəyik do while. Müəllimlər, Nə? bir də sorunlar. Başa düşməmi? Sualım ola bilər. Hə, niyə yoxdur? Niyə yoxdur ki? Niyə olmaya bilər? De. Yəni, bu qulaqçıqlarda oyun mexanizması var ha. Hansı tərəfdən gəlirsə, səs onu oradan götürür də, səsi o qulağına verir. Müəllimdən də dərsə qoşulanda o qulaqçıq təkcə sağ tərəfdən verir səsi, sol Onu verir. ayarlardan düzəldə Amma oyuna bilərsən. girəndə məsələn sol tərəfdən səs gəldə verir. Məndə indi Mac-dəyəm mən. Axtarışa sound yazıb, oradan input device-lərdən onun ayarlarını düzəltmək olur. Nəysə, indi bir dənə fikrimizi yayındırmayaq. Ümumiyyətlə, naşıq manedirsə, çıxart keçsin naşıqı. Neysə, naşıqı. Okey. Və ümumiyyətlə, while döngüsü necə yazılır? Sintaksis mən necə yaza bilərəm? Bir dənə while yazdım və mötərizəmi açdım. Bura biz yazacağıq. İndi təbii ki, kod yazacağıq. Bura condition yazıram. Yəni condition nədir? Şərtimizi yazacağıq. Bu şərt və fiqurun mötərizənin içərisinə digər kod parçalarımızı yazacağıq. Yəni qısaca strukturu budur. İndi bu bizim qəlibimiz olsun. İndi başlayaq kod yazmağa biraz. Məsəl üçün belə bir taskımız var. Birdən 10-a kimi ədədləri ekrana çıxarın. Bunu while döngüsü ilə necə yazarıq? Məsəl üçün biz demişdik ki, while yazıb bura şərtimizi verəcəyik, düzdürmü? İndi yaxşı, okey. Mən bura while yazdım. Hə, bu arada məsələn while yazsaz, bunu desəz, baxın, özü də avtomatik yazır bunu. Bura şərtimizi verəcəyik. Şərtimiz də nədir? Bəli. Bir yana daxil deyil.
Nə? 1 ilə 10 daxil deyil. 1 ilə 10 1 ilə 10 daxil deyil. daxil olsun. Kimi deyir? Müəllim, onda yazır 1 böyük bərabər 1. 1 böyük bərabərdir. Daha doğrusu bu kiçik Onda bərabərdir. Ha. ikidə- Sən böyük dedin. Və Belə. 1 kiçik bərabərdir. 10 da böyük bərabərdir. Aha. Bunu düz dedim bu arada amma burada bir məsələ var. Tutaq ki mən bunu ekrana yazdıracağam. Düzdür? Bəli. Nə yazırım? Bu birin yerinə bu bir hər hansı bir dəyişənə bağlı olsaydı yaxşı olmazdı. Let yazdım da letlə. Ay sağ ol. Let. Bura uşaqlar indeks yazacağam. Onu yazmayım. Yaxşı. Yazın geçirin. Nəyə görə indeksi alışdırmaq istəyirdim. Burada uşaqlar biz indeksdə bir söz keçəcəyik, amma hələ ki yoxdur. Birazdan belə gələcəkdə, yaxın gələcəkdə keçəcəyik. Adətən bunu biz onun qısaltılmışı olaraq i ilə işarə edirik. Yaxud siz bilə bilərsiniz də, məsələn, starter, yəni başlanğıc nöqtə kimi onu bərabər edirsiniz 1-ə. Bu 1-in yerinə artıq yazıram starteri, düzdür? Və 1 kiçikdirsə ondan, neynəsin məsəl üçün? Həmən ədədi ekranda göstərsin, düzdür? İndi bu algoritm düzdür, yoxsa burada nəsə də artırmaq olar? Bu tərəfinə Necə? hayır. Hə? Mən ondan böyle İşləmədim olsa yapsam. Bu algoritm necə işləyəcək? Gəlin belə eləyək. Bunu mən flowchartda yazım. Birinci. Bax, algoritm budur. Start dediyim. Bizə bir dənə başlanğıc yazdıq da, düzdür? Starter. Bir dənə starterimiz. Ona görə bunda yox. Bunda. Çünki ədədimizin belə deyək də başlanğıc şeyində dəyərində biz vermişik deyə. Nə deyirlər buna? Operation, əməliyyatda veririk. Starter bərabərdir 1. Düzdür? Və şərtimiz də budur. Şərtimiz nə imiş? Əgər starter şeydirsə, kiçikdirsə ondan. Bax, bir dəfəyə başa düşəsiniz. Fikir verin nə qədər asandır. Starterimiz kiçik bərabərdirsə ondan. True halında neynəsin? Starterimiz 10'un kiçik bərabərdə demişik. Amma müəllim, orada -1 də ola bilər axı. -1 ola Mənfi bilməz bir çünki olmaz. başlanğıc dəyərini biz vermişik. Ola bilməz -1. mən olsa belə bundan kiçik. Olsa belə yenə dəxilsi yoxdur, yəni. Kiçikdir. Amma dediyin şey məntiqsizdirmi? Xeyr, məntiqlidir əslində. İstifadəçi versəydi, bəli, orada biz qorumalıydıq. Yaxşı, true halında neyniyək? Ekrana çıxarsın və Yaxşı, mən sizə qulaq asıram. Ekrana müəllim yazı çıxartsın. Hə, yaxşı. Desin ki, onun yani ya da ki ondan kiçikdir. Okey, ekrana çıxarsın nəyi? Starteri. False-sa da bitsin. Tamam, mən sizə qulaq asıram. False-sa da bitsin. Yaxşı. Tutaq ki, ədədimiz 1-dən başladı. 1 ondan kiçikdirmi? Bəli. Bəli. Burada döngü qurmamışıq bu arada. Döngü hardadır? Nasıl? Mən bir plus olmalıdır da artım. Aha. Sonra təzədən yenə getməlidir diamondda. Qəşəysən. Sağ ol sən. Yenə belə Əli. dövrəndə. Sağ ol sənə Əli. Bəli. Bu starterdən qabaq daha doğrusu starter, sonra dəyəri bir vahid artırmaq. Onu da əməliyyatda elədim. Bax, gəldi bura. Kod gəldi bura.
starterin dəyərini bir vahid artırdım. Sonra qayıtdım hara? Diamond'da. Diamond'a, bəli. Paxlava. Bunu da niyə elədim? Gəlin baxaq. Starterimiz 1-dir. 1 kiçikdirmi? Bəli, true verdi. Ekranda 1-i göstərdik. Daha sonra əgər buradan birbaşa qayıtsaydıq bura və buradan qayıtsaydıq, biz burada nə yaratmış olacaqdıq? Sonsuz dövr. Sonsuz dövr. Sonsuz Çünki dövr. 1 həmişə ondan kiçikdir də. Düzdür? Ona görə həmin dəyişəni dəyərini bir vahid artırırıq və təzədən gəlib yoxlayırıq. Bu səfər starterimiz 2-dir. 2 kiçikdirsə ondan yenə 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 da true verir. 11 isə nə verir? False verir və döngümüz nə edir? Bitir. Bunu başa düşdük. Bəli. Aysa. İndi eyni şey gəlib kodda yazırıq. Starterimiz kiçikdirsə, bəli, gəl ekranda göstər. Sonsuz dövr yaranmaması üçün nə etməliyəm? Starteri bir vahid artırıram. Всё. Kodumuz bu qədər. İndi gəl baxaq görək işləyirmi? Buradan konsolumuzu açırıq. Mən bunu təmizləyə bilərəmmi? Hə. Okay. 1-dən 10-a kimi. Gördük də bunu. Bəli. Ay sağ ol. Daha sonra bax, while döngümüz bu qədər. Burada çətin olan heç nə yoxdur. Sadəcə məntiqi başa düşəndən sonra çox asandır. Sual varmı bu while döngüsündən? Hə? Mən letdə istədiyimizi yaza bilərik, yoxsa starter ilə? Yo. Burada məsəl üçün istəyən ərəstun yazaq. Sadəcə dəyişəndir. Yenə işləyəcək yəni. Oy, bunu düzəldim. Onun dəxlisi yoxdur yəni. Gördün? Sadəcə dəyişən adıdır bu. Amma buna adətən biz indeksin baş hərfi olan i-ni veririk. Səbəbini gələcəkdə biləcəksiniz. Hələ ki bilməyəcəksiniz səbəbini. Onu gələcəkdə, yaxın gələcəkdə biləsiniz ki, niyə adətən i deyirik buna. While döngüsü haqqında bu qədər. Başqa bir şey hələ ki bizə lazım deyil. Təbii ki, bu kod haqqında ümumi temamız budur. Bu döngülər biz daim istifadə eləyəcəyik kod parçalarında. Keçdik fora. Bir dənə fikirləşim, keçəkmi, keçməyimi? Keçək. Çox uzatmağın mənası yoxdur. Forda isə struktur necədir? Gəlin yazaq. Struktur belədir ki, forumuzu yazdıq. Sonra burada bir başlanğıc şeyimiz olur. Sonra şərtimiz olur. Yəni conditionımız. Sonra isə addımlama. Addımlama yəni o plus var idi. Buna addımlama deyə bilərik Azərbaycanca. Ondan sonra da fiqur mötərizənin içində burada kod parçamızı yazırıq. Ümumi strukturumuz budur. Onu bir dənə belə edeyim. Aha. Başlayaq kodumuzu yazaq. For yazdım bura. For let i bərabərdir 1. Fikir verin. Burada nə yazmışdımsa gəldim. Burada da eyni şey yazdım. Nöqtə vergül. Sonra i şərtimizi yazıram. I kiçiksə ondan. Şərtimiz bu. Ədədimiz neçə irəliləsin? Bir irəliləsin. Yaxşı. Nə baş versin? Heç nə ekranda göstərsin sadəcə. i-ni. i-nin dəyərini istəyirəm. Kod parçamız bu.
Digər kodla eyni şey eləyəcək. İstəsiz rəqəmləri dəyişək, yoxlayaq da məsəl üçün. Bundan o birilərin fərqi nə idi? Bununla bunu Bəli. ikisi də döngü yaratmaq üçündür. Bunun fərqini siz gələcəkdə tam yaxşı başa düşəsiz. İndiki halda siz hələ ki bunları eyni bilin. Bu fərqli epizodlarda istifadə olunur. Bu fərqli epizodlarda. Hər ikisi də istifadə olunur. Baxır siz nə yazırsınız. Ondan çox şey asılıdır. Baxın, 1-dən 20-yə kimi getdik. Prosta indidən bu deyib başımızı qarışdırmaq istəmirəm. Bizim məqsədimiz hələ ki döngüləri öyrənmək və başa düşməkdir. Biz bundan belə deyək də çoxlu tasklar yaza bilərik də. Məsəl üçün mən istəyirəm ki ekrana 5 dəfə salam yazım. Necə eləyə bilərəm? 5 dəfə salam yazmaq istəyirəm ekrana. Mən for yazırıq. Forla, hə. Bax, əgər siz bunun 5 dəfə dönməyini istəyirsinizsə, şərtə 5 yazırsınız və ekranda nə istəyirsən? Salam istəmirsən, qardaş, gələ. Gördüm, yanında 5 yazılıb. Bu demək ki, 5 dəfə salam. Bu kod necə Mən bir işləyir? söz deyim. Bəs Vahidin 1-1 yox 2-2 ya da 4-4 atmaq üçün nə edirdik? 2-2 2-2 ya 4-4 atsın. 20-yə kimdə məsələn deyək. plus 2 Ondan sonra məsələn 3-3 artırma deyəndə 3-3 artmırdı deyə false verirdi. plus 2 yaza bilərik. Yəni baxım. Məsələn plus 3 yazanda, oranı 20 yazanda 21 olur ya da ki 18 olur deyə alınmamalıdır, nə bileyim. Gedir. Çünki mən 2-2 ondan sonra 4 olur da 5 olmur deyə sonsuza qədər gedir, sonsuz dövr olur. Hə, sonsuz dövr olur. Ümumiyyətlə bax bu indi bu kod necə işləyir? Bu intervyu suallarından biri olub vaxtı ikən. Yəni sual nədir? Çox sadə sual kimi gəlir. Amma sən bunun məntiqini bilməsən, o sualı cavablaya bilmərsən də. Sual nədir? Sualı yazıram. For dövrü, for loop yaxud necə işləyir? Sual budur ya. Middle backend interview sualıdır. For dövrü necə işləyir? For dövrü necə işləyir? Baxın. Yəni burada kod addım-addım necə irəliləyir, onu soruşurlar, yaxşı? Sualın məğzi odur. Burada birinci bu parça işləyir. Bura yazıram A. Yəni birinci bura işlədi. Daha sonra məsəl üçün bu parçalardan sizcə ikinci hansı işləyir? İkinci işləyən hissə. Şərt. Ay sağ ol. Şərtimiz işlədi. Daha sonra Plus addımlama. burada üzü səhv dedim. Bax. Mən log sonra atdım. Mənim yenə şərt işləmir. Yox da. A. Bax. Birinci bu işlədi. Sonra şərt işləyir. Üçüncü bu işləmir. Xeyr. Üçüncü Kod kod parçası işləyir. işləyir sonra şey. Plus. Bəli. Conflict. Bu işləyir. 2. Çünki şərtə baxdı. Şərtə baxıb təzədən dəyəri artırsa, burada problem olacaq. Başa düşdünüz? Ona görə nə edir? Heç nə. Gedir birinci bura kod parçasını işləyir, daha sonra şərt belə deyək, üstə gəlir, daha sonra yenə B, C, D deyə bax belə döngü yaranır burada. Başa düşdük bu hissəni. Döngü burada yaranır. Bunu 20 eləyək.
birdən başlayırsa, bunda sıfırdan başladaq. Burada plus 2 yazmaq istəyirəm. Görün nə baş verəcəyini. Düz yazdıq, hə. Sonsuz dövr yarandı deyəsən. Ya da fayl açılır. İkisindən bir. Yəni sonsuz dövr yaratdıq. Oy. Ram getdi ya. Ram getdi. Okey. Məsəl üçün. Bununla bağlı tapşırıqlar şey eləmək istəyirəm. Hə, yaxşı uşaqlar. Bəs yaxşı. For dövrü ilə necə yazarsınız ki? 1-dən 10-a kimi yox, tərsinə. 10-dan 1-ə kimi. Mən böyük bərabərdir 10. Kiçik bərabərdir 20. For Yirmi. dövrümü açdım. Gördünüz indeks sözlərini. Bir dənə belə elədiniz. Bunlara fikir verməyin. Buna hələ keçməmişik. Necə? İndi denə. Mən kiçik bərabər 20-nin yerinə böyük bərabər 10 yazırıq da. Let buradan denəndə, başdan denən ya da bunu silim. Let i bərabərdir neçə? Mən bir də deyə bilərsiniz sual. 10-dan 1-ə kimi getsin döngü. Mən 10 Mən- yazırıq. Buna 10 neçə yazırıq? 10. 10. 10. Bax, yazandan sonra nöqtəli vericimi unutmuram. Sonra və leti bir dəfə yazırıq. Məmər i bərabərdir. 2 bərabərdirsə 10. i kiçik bərabərdirsə 10. Belə. Sonra da mənfi. Mənfi bərabər tərsinə olmalıdır, səhv qoydunuz. İ kiçik yox, İ böyük olmalıdır, 10 kiçik. Bax, nə desəz 10 yazıram. Mən orada onu bir qoymalısınız. İ kiçikdir yox, İ böyükdür olmalıdır. i kiçik olmalı. Belə. Belə düzdür. Amma i kiçik olmalı. i ondan Çalışmadım dediğim de. O kimdir? Ha. Nədir? Əlli Əli sənsən? Tapşırıq bu arada 10-dan 1-ə kimi getməlidir. Mən ilk kiçik bərabər 10. i bərabərdir 10. i kiçik bərabərdir 10. Əminsiz? Ben ilk beraber de 10. Benim indi Cedman tarafı yazdım ki i plus. Ay qardaş, sən sözü qulaq asmayıbsan, 10-dan 1-ə kimi getsin. i mənfi. Mən bir sual verim. Bunun əvvəl yazdığınızdan nə fərqi var ki? 20-dən 1 artmaqdan. Böyük bərabərdir 1. Buradan fərqi odur ki, biz burada 1-dən 20-yə kimi getmişik ədədlər. İndi tərsinə eləyirik. Görsən? İndi 10-dan azala. Hə. Onda Mənim indi oradakı 10 yox, 1 olmalıdır. Sonramdakı siz ay qoyasınız, bir də mən minus qoyasınız. Onda bir biraz azala gedəcək. Ay minus. Mhm. Bunda log Belə yazaq. getməlidir. Yox. Ha, log constant ay. Ümumiyyətlə bu kod işləyəcəkmi? Gəl birinci özümüz baxaq. Ben i birden bazı olmalı değil. i ondan bazı olmalı. i böyük bərabər oldu. Birinci gəlin baxaq uşaqlar. Bax, i bərabərdir 10-a, düzdür? Şimdi bir dəqiqə mən bunu düzəldim. Hə. Tak. Hə, bunu götürək. Bax, kodu heç nəticəyə baxmamış. Birincisi özümüz analiz edək də. Onu öyrətmək istəyirəm mən sizə. i bərabərdir 10-a. Sonra nə şərtdə nə deyir? Demişik ki, əgər i'miz, yəni 10-umuz kiçik bərabərdirsə 1-dən. Bu şərt bizə nə verir? True verir, false verir. False. False. İndi baxın uşaqlar. Əgər bizə false verirsə bu şərt, bax bu kod heç vaxt oxunmayacaq. İstəyirsiniz biz burada özümüzü öldürək. Ona görə biz necə eləməliyik ki, bu şərt true versin bizə. İndi nəyi dəyişim deyin. Biri 10 elə, biri 10 elə. Müəllim
Hə. Şimdi İyi ben böyük biri 10 Beraber verirdim. eləyəydi. 1'e beraber olsa 0. 1'den küçük 0 olacak da şey. Mənim yerlərini dəyişsə olmur. Mənim oradakı Benim biri onda Bir nəfər düz demişdi. Ben Bire onu Biraz beraber səs iyi- qarışdı. Abi tek dayanın da. El dayan. iyi birden böyük olsun. İyi birden böyük olsun. İ birdən böyük olsun. mənim i kiçik bərabər Ben iyi böyük beraberdi 10. Burada. Bəli. Qardaş 10 niyə? 1. İ böyük bərabərdir 1 deyə bilmərik. Ben dedim de o sözü. Bə deyirəm də kimsə dedi. Bax, gəl Müəllim yoxlayaq. büyük beraber niye 1 olsa elə düz olmur? Bunu oxumuşdun, Tunar. Bax, gəl baxaq. Hə 1 saymırıq. Onda elədirsə hə heç nə. Ben o sözü görmedim. Gəlin baxaq. 10 böyükdür, böyük bərabərdir bizdən. Bu bizə true verir, düzdür? True verirsə deməli bu kod oxunur. Gedir i-ni ekrana yazır, yəni 10-u ekrana yazır və sonra i-dən bir vahid çıxır, eləyir 9. Sonra 9 yoxdur. 9 böyükdür, bəli. Bax. İndi düzəltdik kodu sizcə. İşləyir. Çıxmışıq. Gəl baxaq. Alındı. Bax 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Başa düşdük? Mən məsələn kiçik bərabər 10 eləsəydə düzgün alınır. Qardaş niyə dirəşmirsən sən Hüseyn ömrüm? Bax. Bu da 10'dur, bu da 10. İkisi bərabərdir 10 yoxsa 1? Belə. Ha, bu nə demək ki, sən Allah? Bax. Sonsuz. Kompüterdə olacaq bir dəqiqə. Niyə sonsuz döngü yarandı? Gəlin baxaq. Bax. Burada On. mənfi 1 oldu da. 10 kiçik bərabərdir 10. Ben çıkarım Bu oldu. bizə nə verir? Bu bizə true verir. Düzdür? Hı. İndi məsələ odur ki, i-nin dəyəri də məsəl üçün Pus pus koy. i çıx demişik deyə, i-dən hər dəfə bir vahid burada çıxır da, düzdür? İndi sual. 9 kiçikdir ondan. Ha. True vermir, true verir və hər də ümumiyyətlə bax bu indən belə hər dəfə true verdiyinə görə hər dəfə bu kod parçası oxunur və bu heç vaxt dayanmayacaq və sonsuz dövrü yarandı. Başa düşdük? İndi Hüseyn, başa düşdün nəyi səhv deyirsən? Bəli. Hayır. Sonra burada çoxdur. Siz bax belə deyək də real kodlarda belə deyək də professional tasklarda mən sizə biraz öyrəşim bu sistemə, bu kod sisteminə də, döngülərə. Mən sizə şeylər verəcəm. Real algoritm sualları verəcəm. Onları işləyərsiniz. İndi daha sonra bizim burada fikir vermişdiksə mövzular arasında belə bir şey var idi. Break və continue dediyimiz bir şey var idi. Bu duva ilə gələcəm. Yaxşı, narahat olmayın. Duva ilə gələcəm. Prosta indi foru tutmuşkən forumla bağlı qəşəng tasklar yazmaq istəyirəm. Başqa bir sual da deyir. Çox yazılmış suallardan biri də belə deyək. İndi birdən atıram, olsun 50-yə kimi ədədləri yalnız cüt ədədləri məsələn üçün çap edin. Belə bir taskınız var uşaqlar. Necə yazarsınız? Deyin bir yerdə yazın. Birincisi burada bax bu tip taskı yazanda mən birinci nə edərəm? Baxın. 1-dən 50-yə kimi ədədləri necə ekrana çıxarır? Birinci Mən deyim. Ben birinci ben ilk növbədə müəllim bu sözdə olduğunu tapmaq üçün müəllim 2-yə bölərəm. Sonra da yazaram ki mən bu ədəd qalıq 0 yazaram. Yəni modu 0 qoyaram. Aha. Bir də ki müəllim plus qoyaram da i-ni plus qoyaram elə. Bax bu kod nə işə yarayır? Mən o Buradan 50'ye kimi artırmaq.
Hamısını yazacaq. 1-dən 50-yə kimi hamısını yazacaq. Bax mən olsam birinci bunu həll eləyərəm. Görüm heç bunu bacaram yoxsa yox. Düzdür? Mən deyim bunu. Davamını. Aha, Bilmirəm, davamını mən deyərsən. bilmirəm. Biz burada indi əlavə olaraq yazmalıyıq ki, Biz bölünürmü? Yəni 2-yə bölünürmü də, bildiniz necə? Aha, necə? biz yaz Yaxşı müəllim. 2-yə bölünürmü qoymalıyıq, 2-yə bölünən cüt ədədlərin hamısını çıxartsın. Tamam, bunu sən mən dedin. deyim mod Deyə 2 bilərəm. bərabərdir 0. Burada bax şərt yazdım, bəli. Əgər Əli- Deyə bilərəm. eşidirəm, Əgər eşidirəm. ədəd 2-yə bölünür və qalır, mod 0 qalırsa, mən Müəllim faiz 2 qoyuruq. Bərabər 0 Bəli, edirik də. if faiz Faiz yox. 2 mod işarəsi budur. Bərabər Faiz bərabərdir 0-dırsa bu bizə cüt ədəd tapır, düzdür? Konsol logda bu. Düzdür Əli? Biz modu 2 elədik, yəni biz bölməliyik. Ürəyim. 2-yə bölünür. Mod Mənim algoritmlər belə yazırdıq da. algoritmdə belə yazırdıq da Əli. Hə. Bu mod bunun qalığını tapır. Bizə bölmək lazım deyil. Bölmək lazım olsa budur onsuz da. Mod eləyirik ki, bizə qalıqda 0 verirsə, deməli bu ədəd cütdür. Və o zaman gəlsin ekran yazsın. İndi buna bax. Bax, yalnız 2, 4, 6, 8 desən cüt ədədlərdir. Fikir verdin? Tək olsaydı nə deyəcəkdik? Sadəcə bu 3 0 mənim. 1 dəyişir, 1 eləyəcəkdik. 3 nədir? Mən faizi 3 hesab olmurdu. 3-ə bölünən. Yox, bilsən niyə? 3, 6, 9, 12. Yox, yox. 30 cüt ədəddir, amma 3-ə bölünür. Hə, mənim onda bölünmür, algoritmlər var idi. 30 bölünmürdü deyə. Algoritmlərdə də belə yazılır. Başa düşdünüz? Bundan bağlı sizdə nə qədər tasklar var? Nəysə, hamısını özüm yazmaq istəmirəm, sizə verəcəm. Sonra keçdik hara? Do while. Hə. Maraqlı temalardan biri. Maraqlı, niyə görə maraqlıdır? Çünki do while digər belə deyək də looplardan bir tık fərqli çalışır. Biraz fərqli çalışır. Və sintaksis necədir? Heç nə, bura do yazırıq. Bax, do while gəlir. Do ingiliscə etmək deməkdir və göründüyü kimi digər looplardan fərqli olaraq do while-da birinci əmr icra olunur. Daha sonra şərtə baxılır. Normalda birinci şərt oxunur, sonra əmr icra olunur axı. Bax, şərt, daha sonra kod parçamız, düzdür? Hətta for-da da. Baxın, şərt oxunur, sonra kod parçası, daha sonra belə deyək də in dəyərini azaldırıq. Amma do while-da fərqli olaraq do while-da şərt sonra oxunur. Yəni nə demək istəyirəm? Məsəl üçün biz bayaq yazdığımız kimi yazaq istəyirsiniz. Let məsəl üçün i bərabərdir 1. Düzdür? Burada artıq konsol loqumuzu, məsəl üçün mən i-ni bura yazıram və daha sonra nə edəcəm? Sonra şərt qoyacağam. Əgər i kiçikdirsə, məsəl üçün bərabərdirsə 10-dan. Vəsiyo, fərqi budur. Amma fikir verin. Burada nəyi yanlış yazdıq? Dramımızı bir dəqiqə dolduracağıq. Hə. Nəsə açıq qalmayıb burada, yox. Mənim yuxarıdakını düzəltməmişdik. Biri 10 eləmə var idi mən. Ondan 1-ə gedəni. Onu düzəltmədiniz. Ona 10 qoymuşdunuz. Ona 1 eləməlisiniz. Ya, heç bir şey yoxdur. Bura hamısı kommentdədir bu kodların. Burada bir şey yaddan çıxdı. Nəsə yaddan çıxıb? Nə yaddan çıxıb sizcə? Mən dəyər vermək. Yox. Şərt vermədik axı i-dən sonra nə gəlsin? Şərtimiz də budur da. Mənim addımlama vermədik. Ay, sağ ol. Addımlama verməmişik. İni plus eləyirəm. Konsolumuzu açırıq və birdən ona kimi. Bəs yaxşı. Bu arada fikir verdiniz, birdən ona kimidir. Bəs yaxşı. Mən bunu yuxarı qaldıracağım, bu kodu. Gözlə. Nə kimi dəyişiklik olacaq?
Mən bir artırıb sonra loqo çıxaracaq. Mənim sonradan baxacaq da, artırıb baxacaq. Ona görə sonsuz dövr alınır. Nə dəxli? Yoxsa mən bilirsiniz necə? Yuxarıda olanda baxıb yazır, aşağıda olanda yazıb baxır. Sadəcə 2-dən başladı. 11-dən yox sadəcə. Bax, 11-də bitdi. Səbəb? Mən çünki da bir üstə gəlib loqo çıxarır da. Çünki Mən bəli, onu loqo bəli. çıxandan sonra plus atıb Bax, səsdən çıxarır. plus birinci eləyir, sonra roq eləyir, sonra şərfə baxır. Başa düşdünüz? Ən başda da birini bir gəlib sonra loqo çıxarır. Yes. Başa düşdünüz yəni temanı? Bununla bağlı biz Duval-la məsəl üçün qəşəng bir oyun yazmışdım. Onu da siz bir dənə lopları öyrəşin. Mən sizə onu tapşırıq kimi verəcəm. Çox maraqlı bir oyundur. Bax, əsl belə deyək də proqramistliyi hiss eləyən mövzulardır bunlar. Sonra indi şeyə də keçmək istəyirdim. Hə, break və continue keywordləri. Bizdə uşaqlar Duval ilə bağlı bir sual var ümumiyyətlə? Yoxdur. Okay. Bizdə ümumiyyətlə break-lə Vallahi yapalım bir tane sual var bilər. nə? Vallahi yapalım bir tane sual var bilər. Hə. Ben bir tane sualım olacak. Biz bu kadar genişlikler dünya. Müəllim, insanlar niye hala da kodla falan uğraşır? Niye müəllim elə bir AI yok ki müəllim? Yani siz elə nə qarırsınız? Azərbaycan dilində yazırsınız, elə şey olur da. Niye elə bir şey yoktur? Bu kadar genişmiş bir dünyada. Nə, kod yaza bilən AI? Əli bekarsan sən? Kod yazabilen AI yok müəllim. Azərbaycanca kod. Tez cümlesi yazısı falan. Əli. Mən bu constraint falan onlar deyir onlar Azərbaycanda yazılanı. Bunlar ingiliscə daxı. While, loop, bunlar ingiliscə daxı, o deyir Azərbaycanca olanı. Bunlar ümumiyyətlə biz yazımız deyil. Belə deyək də, proqramlaşdırma dilləri iki cür olur da, high level və low level dediyimiz. High level ingiliscə yaxın dillərdir. Məsəl üçün JavaScript onlardan biridir. Bir də var low level proqramlaşdırma dilləri. Məsəl üçün bax, low level programming languages. Low level machine. Buna bax. Low leveldə öz içində machine language və assembly. Ya maşın dili bilirsiniz də nə dilindən, nədən söhbət gedir? Nol adında 0 və 1-lərlə cəmaət kod yazır. 0 və 1-lərlə bax. High level. Kadın nolda yani 01. Bax, bu sənin yazdığın dildir. Bax, sən belə yazırsan. Bu isə low level, fikir ver, 1-0-la. Yəni sən onsuz da asandı yazırsan. Yəni sözümün canı odur. Başa düşdün? Onsuz da asan variantı budur. Ona görə başımızı qatma, imkan ver dərsimizi keçək. İndi belə bir tapşırıq da var. Birdən 10-a kimi ədədlərin içində 5-ə bərabər olanı tapın. Məsəl üçün belə bir task var. Bu necə yazarsınız? For yenə each seat isə siz belə yazmayın, bu sizi başınızı qarışdırır. Each seat bərabərsə ondan ini plus ilə və burada nə yazacağam? Şərt yazacağım. Şərtimizə 5-ə bərabər. Bərabərdirsə 5-ə. Mənim i bərabərdir faiz 5-ə. Yox, niyə? Yəni 5-ə bölünürmü? Yox, birbaşa Mən belə beş- bir sol bərabərlik və ya 3 bərabərliklə yaza bilərsiniz. 2 bərabərlik və 3 bərabərlik. Bərabərdirsə nə ilə? Konsol. Ha, loqa çıxar. Məsəl üçün i 5-ə bərabərdir və burada break deyə bir söz keyword istifadə edirəm. Break nə deməkdir? Sındır. Yəni
Bu artıq break'i gördüsə, vəsə kod parçası burada dayanacaq və daha da irəliləməyəcək. Bize break yazmasaydı o 8, 9 onu da koyacaktı. Ha, istəyirsən, bax, breaksiz yazaq. İstəyirsən breaksiz yazaq. Harada getdi bu? Burada. I 5-ə bərabərdir. Hə, digər şeyləri çıxarmamışıq. İləri də çıxardım. Bax, digər i'ləri də çıxardıram. Bax. 5-ə bərabər olana i 5-ə bərabərdir mesajını verdi. Daha sonra davam elədi. Amma mən burada break yazsaydım nə olardı? O 5'ten sonra diyen. Dayanacaqdı. Fikir verdiniz? Break nə deməkdir? Bax, olduğun şey var, skop. Skopdan dayan o skopu. Skopdan çölə çıx və sən burada məsəl üçün başqa kod yazsan, o kod işləyəcək ha, onun dəxli yoxdur. O kod burada dayanmış olur və bunu sındırır, keçir bu tərəfə. Başa düşdünüz? Okay. Breaklə bağlı sual qalmazsa keçirəm. Xeyr. İndi bir dənə tapşırığımız var ki, burada nə ola bilər? Eyni şeydir, eyni tapşırıqdır. Birdən ona kimi ədədlərin içərisində, məsəl üçün atıram da, 4-ə bərabər 4-ü, məsəl üçün 4 istisna olmaqla digər ədədləri ekrana çap edin. Məsəl üçün ekrana çap. Mən bərabərliyin yerinə nida bərabərdir. Bərabər. Yox, burada başqa bir şey keçirik. Yenə formu yazıram. Let i bərabərdir 1-ə. Yenə şərtimi yazıram. I kiçikdirsə ondan. I plus plus elə. Bunun qaydası budur ya. Yəni bu sən foru sən belə yazmalısan. Və sonra nə deyirəm? Əgər i bərabərdirsə 4-ə, bu səfər sən nə ilə? Continue elə. Continue nədir? Görəcək ki, ədəd 4-ə bərabərdirsə, onu şey eləməyəcək. Ekranı çap eləməyəcək və onu pas keçəcək elə bil ki. Və digər ədədlərdə ekrana yaz. Bax indi. 1, 2, 3, 4 yoxdur. 1, 5, 6, 7, 8, 9, 10. Continue də bu işə yarayır. Yəni, bax, filan şeyi gördün, davam elə. Yəni, bunu görməzdən gəl. Başa düşdünüz? Hə? Bəli. Elə bir ki, həmən addımı keçib, növbəti addım, həmən addımı pas keçir və növbəti addıma keçir. Teması budur, yəni, belə çox böyüdüləsi bir şey yoxdur. Aydın oldu? Okey, bunlar da aydınsa uşaqlar. İstəyirsiniz, mən yekunlaşdırım, bir dənə break'a çıxırıq və daha sonra mən sizə qəşəng tasklar verirəm, bir yerdə onları yazırıq. Hə? Müəllim, yaxşı, bir dəqiqə